21-ci sual. Əvvəlcə törəməni tapmalıyıq. Sonra törəmədə x-in yerinə qiymətini yazıb hesablamalıyıq. Törəməni tapaq. F törəmə x bərabərdir y isti x plus tangens x. Bunun törəməsini tapaq. Bərabər. Y isti x-in törəməsi elə y isti x olduğu üçün onda burada da y isti x plus tangens x. Və vuracam bunun törəməsinə. X plus tangens x-in törəməsinə vuracam. Bərabərdir. Bu olduğu kimi qalır. Y isti x plus tangens x vur. X-in törəməsi 1 olur. Tangens x-in törəməsi də 1 böl kosinus kvadrat x-dir. İndi törəmədə x-in yerinə 0 yazmalıyıq. F törəmə 0 bərabərdir. Y isti 0 plus tangens 0 vurulsun. 1 üstə gəl 1 böl kosinus kvadrat. Burada da 0 yazırıq. Bərabərdir. Tangens 0-ın qiyməti elə 0-dır. 0 üstə də 0 gəlsəm 0 olur. Y isti 0 vur. 1 plus. Kosinus 0-ın da qiyməti 1-dir. Kvadratı da elə 1-in kvadratı 1 olacaq. 1-i də 1-ə böləndə 1. Bu da 1 olacaq. Y isti 0 1-dir. Bunu da toplayanda 2 olur. Cavab oldu 2. C bəndi. 22. A parametrin hansı qiymətində kompleks ədədi sırf həqiqi ədəd olar? Kompleks ədədi A plus B şəklində olanda bu həqiqi hissə idi. Bu da xəyali hissədir. Sırf həqiqi ədəd olması üçün A sıfırdan fərqli olurdu. B sıfıra bərabər götürülürdü. İndi burada A-nın yerində, həqiqi hissənin yerində bax buradır. Xəyali hissənin yerində də buradır. Deməli biz buranı sıfıra bərabər eləməliyik. Buranı isə sıfırdan fərqli götürməliyik. A kvadrat çıx 7A plus 12 fərqlidir 0. A kvadrat çıx 9 bərabər 0. A kvadrat bərabərdir 9, 3 və mənfi 3. İndi biz yoxlamalıyıq burada. A-nın yerinə 3-ü yazaq. 3-ün kvadratı 9, 7 vur 3, 21 üstə gəl 12. Bunu hesablayanda 21, bu 9 ilə da 12 toplayanda 21. Bu sıfıra bərabər olur. Amma burada sıfırdan fərqli olmalıdır. Deməli bu ödəmədir. Mənfi 3 ödəyəcək. Mənfi 3-ün kvadratı 9, mənfi 7-ni vuranda mənfi 3-ə 21 plus 12. Bunu da hesablayanda sıfırdan fərqli olur. Deməli cavab oldu mənfi 3. C bəndi. 23. Konusunun doğranı 6 kökdə 2 cm-dir. Verilmiş konusunun ox kəsiyinin təpə bucağı 90 dərəcə olarsa konusun həcmini tapın. Belə bir konus çəkək buradan. Tutaq ki, bu hər hansı bir konus olsun. Bu konusun hündürlüyü olsun. Konusun doğranı. Bura 6 kök 2-dir. Onsuz da elə burada 6 kök 2-dir. Verilmiş konusun ox kəsiyi A, B, C. Bu bərabər yanlı üç bucaqdır. Bu konusun ox kəsiyi sayılır. Deməli bu təpə bucağı neçə verib? 90 dərəcə. Bərabər yanlı üç bucaqda bu həm də təm böləndir. Onda bu 90 dərəcə bölünəcək 45, 45. Bura 90 ise burada 45 olacaq. Elə burada 45 olacaq. 45 dərəcəli bucaq, pitonuz neçədir burada? 6 kök 2. Onda 45 dərəcəli bucaq qaçdı katet pitonuzu nə idi? Yəni 6 kök 2-ni biz bölməli idik kök 2-yə. Köklər getdi 6. Deməli bura 6-dır. Onda bu 45-in də qabağı 6-dır. Deməli konusun radiusunu da 6 tapdım, hündürlüyünü də 6 tapdım. Həcmin soruşur. V bərabərdir 3'də 1. S oturacaq vur H. Vur H idi. S oturacaq vur H. 3'də 1. S oturacaq dairədir. Dairənin sahəsini tapmalıyım. Dairənin sahəsi nə idi? Pi r kvadrat. Radius 6'sı olacaq. Vur 36 pi. H da 6'dır. Bu 6'nı 3 ilə apardım. 2. İçində 36'ya vuranda 72 pi. Santimetr kub. Cavab oldu Y bəndi. Biz biri bu şəkildə yazırıq. Sinusun kvadratı x bölü 2 plus kosinusun kvadratı x bölü 2 çıx 2 sinusun
kvadratı x bölü 2 vurulsun sinüs x bərabərdir 4'də 1. Bu sinüs kvadrat x bölü 2'dən bunu çıxanda belə qalır. Kosinusun kvadratı x bölü 2 çıxılsın sinusun kvadratı x bölü 2 vurulsun sinüs x bərabərdir 4'də 1. Bu kosinüs x'in açılışıdır. Yəni kosinüs 2x, yəni kosinüs 2 alfadır da, burada da indi x'dir, 2x'dir, 2 qat bucağı üstürü. Olurdu kosinüs kvadrat x çıxılsın sinüs kvadrat x. Amma kosinüs x olanda olacaq kosinüsün kvadratı x bölü 2 çıx sinüsün kvadratı x bölü 2. Yəni bucaq 2x olanda yarıya bölünürdü, x olur. Burada da bucaq x ise yarısı da x bölü 2'dir. Deməli bunun yerinə yazırıq kosinüs x vur sinüs x bərabərdir 4'də 1. Vurmadı bu. Bunu da 2'ye vururuq, 2'ye bölürük sinüs 2x'in üstünə gəlmək üçün. Deməli sürət oldu sinüs 2x, bu da 2 bərabərdir 4'də 1. Bunu da çarpaz vururuq. Olur 4 sinüs 2x bərabərdir 2. Buradan da sinüs 2x 2'ni də 4'ə böləndə olur 2'də 1. 2x bərabərdir 2x bərabərdir mənfi 1'in üstü k arc sinüs bura 2'də 1'dir plus pi k. Buradan da 2x bərabərdir mənfi 1 k. Arc sinüs 2'də 1, yəni sinüs 2'də 1'i neçə dərəcədə alır? 30 dərəcədə alır. Yazırıq pi böl 6 üstə gəl pi k. Hər tərəfi də 2'ye böləndə x bərabərdir mənfi 1 k. 2'ye böləndə pi böl 12 olur. Bunu da 2'ye böləndə pi k bölünsün 12. K daxildir z. A bəndi 24'də. Deməli biz burada buranı tapmalıyıq, kəsişməni. Bu y bərabərdir 1 bölü x'in qrafikidir. Bu da y bərabərdir 4'də 1 sabit funksiyanın qrafikidir. Bunlar burada kəsişir. Kəsişəndə biz bərabərləşdiririk bunları. 1 bölü x kvadrat bərabərdir 4'də 1 çarpaz vuranda x kvadrat bərabərdir 4, x bərabərdir plus minus 2. Mənfi 2'ni götürə bilməli, mənfi 2 bu tərəfdədir. Bizə lazım deyil. Bizə burada 2 lazımdır. Baxın bu xətt x bərabərdir 2 tənliyinin qrafikidir. Bura x bərabərdir 2'dir. Deməli bu 2 oldu. Burada 4'dür. Bu xətlə bu xəttin arasındakı figurun sahasını tapırıq. Deməli integralın sərhəddi olacaq 2'dən 4'ə. Yuxarıdan gələn funksiya sabit funksiyadır. Çıxırıq aşağıdan gələn funksiyanı. Yəni bu y bərabərdir 1 bölü x kvadrat bu aşağıdan keçib. Yuxarıdan keçən funksiyadan aşağıdan keçən funksiyanı çıxırdıq. Deməli yazırıq 4'də 1 çıxılsın 1 böl x kvadrat dx. İbtidai funksiyasını tapaq. 2'dən 4'ə. 4'də 1'in ibtidai funksiyası 4'də 1 x'dir. Çıxılsın. 1 bölü x kvadratın ibtidai funksiyasını belə tapırlar. Bunu tərsinə çevirəndə x-dir mənfi 2'dir. İbtidai funksiyada üzərinə 1 gəlirdin. Həmin qiymətə də bölürdün. Mənfi 1, bu da x-dir mənfi 1. Bunu da böləndə mənfi 1 böl x olurdu. Bu mənfi də burada dayacaq, müsbət olacaq. Bərabərdir. İndi sərhədləri yerinə qoyaq, hesablayaq. Birinci böyük sərhədi qoyuruq. Burada 4 qoyacaq. Deməli 4'də 1 vurulsun 4 üstəgə 1 böl 4 çıx. Newton-Lewis düsturu. Belə. Buradan da 2'ni qoyuruq. 4'də 1 vurulsun 2. Plus vurmadı bu. 1 böl 2. Bu 4'lər getdi. 1 üstə gəl 4'də 1 çıxılsın. Bu da getdi bundan 2'də 1 oldu. 2'də 1 üstə də 2'də 1 gələndə 1 olur. Bu 1'lər də getdi. Cavab qaldı 4'də 1 deməndi. Kəsik konusunun doğranı 12 olub. Böyük oturacaqla 60 dərəcəli bucaq əmələ gətirir. Bir dənə kəsik konusu çəkək. Bax belə.
üstə oturacaqdır. Kiçik yeri yazırlar. Bu da alt oturacaqdır. Böyük yeri yazırlar. A, B, C, D. Kəsik konusunun ox kəsiyidir. Bu bərabər yanlı trapesiyadır. Çünki bu doğranlar bərabərdir. Böyük oturacaqlı 60 dərəcəli bucağı aiddir. Doğran 12-dir. Bu 12-dir. 10 dərəcə burada 12-dir. Buradan hündürlüyü çəkirik biz. Bax bura. Radiusu buradan silim. Bu bərabər yanlı trapesiyanın hündürlüyü sayılır. Həm də konusun elə hündürlüyü. Onsuz da buradan konusun oturacaqlar arasındakı məsafə hündürlüyü də elə buna bərabərdir. Bura 60 dərəcədir. Onda bu da 30 dərəcə olacaq. Hipotenuzun qarşısı 12-dirsə 30 dərəcəli bucağa qarşıdakı katet 6 olacaq. 60 dərəcəli bucağa qarşıdakı katet də 6 kök 3 olacaq. Baxın, bu konusun hündürlüyüdür, yəni kəsik konusun hündürlüyü. Elə bu 6 kök 3 isə bu da 6 kök 3-dür. Deməli, konusun hündürlüyünü biz tapdıq 6 kök 3. Burada köməkçi verir bizə, bundan istifadə edəcək. Konusun həcmini soruşur. Kəsik konusun həcmi belə idi, düzdür. 3də 1 vurulsun h böyük yer kvadrat plus böyük yer vur kiçik yer plus kiçik yer kvadrat bərabərdir. 3də 1 vurulsun h. H-ın qiyməti 6 kök 3-dür. Bu ifadəni biz sadələşdirməliyik. Bərabər yanlı trapesiyadır. Bərabər yanlı trapesiya da baxın. Bu bərabər yanlı trapesiya idi. Buradan hündürlüyü çəkəndə elə buradan da hündürlüyü. Tutaq ki, kiçik oturacağa deyəndə, böyük oturacağa B deyəndə bura oturacaqların B-dən A-nı çıxıb 2-yə bölürdü. Elə burada həmin şeydir. Yəni böyük oturacaqdan kiçik oturacağa çıxıb 2-yə bölürdü. Bax, bura həmin o böyük oturacaq, bax, trapesiyanın böyük oturacağı 2R-dir. Yəni böyük 2R çıx. Kiçik oturacağı da kiçik yerdir. Yəni kiçik 2R-dir. 2R çıxırdıq, 2-yə bölürdük. Bu 2-ni də mörtəzə xaricinə çıxardı. Böyük yer çıxılsın, kiçik yer bölü 2. Bulurdu, böyük yer çıxılsın, kiçik yer. Həmin bax, bu hissə böyük yer çıx, kiçik yerdir. Burada da bax, budur. Deməli, böyük yer çıx, kiçik yer nəyə bərabərdir? 6-ya. Buradan yazıram, böyük yer çıxılsın, kiçik yer bərabərdir 6-ya. Bunu biz ayıraq, A kub çıx, B kubdur. Deməli, belə olacaq. R çıxılsın, R, kiçik yerdə yəni. Böyük yerin kvadratı plus ikisinin hasili plus kiçik yerin kvadratı bərabərdir 24. Buradan böyük yer çıx, kiçik yeri 6 tapmışdım. Bax, bura 6-dırsa vurulsun. Bir kvadrat plus böyük yer vurulsun, kiçik yer vurmadı da bu. Üstə kiçik yerin kvadratı bərabərdir 24. 24-ü də 6-ya böləndə deməli, bu ifadəni neçə tapdıq? 4. Deməli, baba, bu ifadə oldu 4. Vuracam 4-ə. 6 ilə 3x-lar getdi. 2-2-ni də 4-ə vuranda 8 kök 3. Cavab oldu B bəndi. Düsturları bilmək lazımdır. Fx bütün ədəd oxunda təyin olunmuş cüt funksiyadır. Jx isə bütün ədəd oxunda təyin olunmuş tək funksiyadır. İfadələrdən hansı cütdür? Cüt funksiyanı müsbət nəzərdə saxlayın, tək funksiyanı mənfi. Bu təkdir, yəni mənfi edir ona görə. Bu cütdür, bu da təkdir. Bu da mənfi edir, yəni tək eləyir. Bu cütdür, bu da mənfi təkdir, bu da elə böləndə tək eləyir. Cütdür, müsbətdir, bu da təkdir, vuranda yenə mənfi, budur cavab. Deməli, bu cüt funksiyadır. Bu da tək funksiyanın kvadratıdır. Mənfi qarşıya çıxır tək funksiyada. Kvadratı da müsbət olur. Müsbəti də müsbətə böləndə. Yəni, müsbət nə deməkdir? Cüt deməkdir. Cüt böl cüt eləyir cüt. Bizdən də cütü soruşulur. Cavab oldu D bəndi 27-də. 28. Bunu yazırıq 3 üstü 4x plus 3 üstü x vuru 3. Çünki bu 1-dir. Vuranda üstlər toplanır. X plus. Yox, 3-dür bu. X plus 3'ü verir. Buradan da 3'ün kvadratıdır. Bunda 3x vur, 3 üstü 1. Bax belə. Bərabərdir 63. Sürət məxrəcdən 3 üstü x-i çıxardaq mörtəzə xaricinə qaldı 3 üstü 3x plus 3'ün kubu
Buradan da 3 üstü x plus 3 kaldı. Bunlar ixtrar getdi. Bərabərdir 63. Bu da a kub üstə b kubdur. Yəni bunu biz bu şəkildə yaza bilərik. 3 üstü 3x-i belə yazırıq. 3 üstü x-in kubu belə. Plus 3-ün kubu. Yəni a kub plus b kub kimi vurğulara ayrılacaq. Onu da düstürün, bilən başa düşəcək. 3 üstü x plus 3. Birincinin kvadratı, yəni 3 üstü 2x. Çıx ikisinin hasili olurdu. 3 vur 3 üstü x. Plus ikincinin kvadratı, yəni 9. Bu da 3 üstü x plus 3. Bunlar getdi, x'lar bərabərdir 63. Bu üstü təliyə gəlir. 3 üstü 2x çıx 3 vur 3 üstü x plus 9 çıx 63 bərabərdir 0. Buradan da 3 üstü 2x çıxılsın. 3 vur 3 üstü x çıx 54 bərabərdir 0. 3 üstü x-ə t deyirəm. Bunda müsbət kökünü götürəcək. Çünki a üstü x demişdik ki, müsbətlərdə təyin oldu. X-in bütün qiymətlərində bu ifadə müsbət idi. Ona görə 3 üstü x-ə t deyəndə kvadrat tənlikdə müsbət kökü götürür. Mənfi kök kənar kök olur. İndi burada 2 dənə kök olacaq. T1, T2. Biz müsbətini götürəcəyik. Olacaq t kvadrat çıxılsın 3t çıxılsın 54 bərabərdir 0. Diskriminant viyyətlə də tapmaq olar. 9 plus 454 216 toplayanda 225. T1 bərabərdir 3 plus 15'dir də 225'dən kökə. Topladım 18 böldüm 2'ye 9. O bir kök mənfidir, onu götürmürük. 3 üstü x-ə t demişdim. T'ni də tapdım 9. Bunda 3 üstü x-də bərabərdir 3'ün kvadratı. Bu da 2'yə bərabərdir. Cavab oldu B bəndi 28'də. Bu hazır düsturdur. Piramidanın diagonal kəsim düsturu belə idi. N çıxılsın n-3 böl 2. 8 bucaqlıdırsa 8 qoyacam n-in yerinə. 8-dən 3 çıxdım 5 böl 2. 40, 40'ı da 2'yə böləndə 20. Cavab Y bəndi. Deməli, burada düz bucaqlı 3 bucaq veribdir. AY YC bərabərdir. AY YC bərabərdir. Deməli, bu BY düz bucaq təpəsindən çəkilən mediandır. AC-ni verib 12 kök 3. Onda bölünəcək bu 6 kök 3. Bu da 6 kök 3. Düz bucaqlı 3 bucaqda belə bir qayda vardı. Düz bucaqlı 3 bucaqda düz bucaq təpəsindən hipotenuza median çəkilərsə, həmin o hipotenuzun yarısı mediana bərabərdir. Yəni möhtəşəm üçlü deyirlər bura. Onda bura hipotenuzdur 12 kök 3'dür. Burada onun yarısıdır. Deməli median 6 kök 3'dür. Burada da BF də bərabərdir FC. Deməli bu da mediandır. Yəni tərəfi yarıya bölüb. AF mediandır, BY mediandır. Medianlar da 90 kəsişib. Bura medianların kəsmə nöqtəsidir. Onda bu BY medianı hipotenuzun yarısıdır. Oldu 6 kök 3. 6 kök 3. Medianlar kəsdiyi nöqtələr 2 böl 1 nisbətinə bölünür. Deməli bu BY 6 kök 3-sə bu hissəyə 4 kök 3 düşür. Yəni BK 4 kök 3-dür. KY də 2 kök 3-dür. Bu 90 ilə bu da 90'dır. Onda biz bura bir A deyək, Pifagor teoremindən buranı tapaq. Bizdən də AF-i soruşur. AF, yəni median uzunluğunu soruşur. Biz AK'nı tapıb 2'yə vursaq, buranı tapa bilərik. Ya 2'yə vurmayız, birinci buranı tapaq. Pifagor teoremi. Bu kat etdi, bu kat etdi hipotenuzdur. A'nın kvadratı plus 2 kökdə 3'ün kvadratı 12 bərabərdir. 6 kökdə 3'ün kvadratı 108. A kvadrat bərabərdir 96. Bu da neçə elir? Kök alanda 6 vur 16, 4 kökdə 6. Deməli bu A'nı tapdım 4 kökdə 6. Buranı silək. Bax bu hissə 4 kökdə 6'dır. Bura medianların kəsmə nöqtəsidir. 2 böl 1 nisbətinə bölünür. Bura 4 kökdə 6'dırsa, yəni AK 4 kökdə 6'dırsa, bu da onun yarısı olurdu. Burada KF'dir. Olacaq 2 kökdə 6. Bizdən də AF'i soruşur. AF 4 kökdə 6, bu da 2 kökdə 6. Toplayanda olur 6 kökdə 6. A bəndi. 31. Bu cəmi bizdən soruşur. Bu cəmə bir x deyirəm. Bunları tərəf-tərəfə toplayıram. Bunları toplayanda loqaritma 2 əsasından kök 5 minus 1. Birinci bundan bunu toplayıram. Plus loqaritma 2 əsasından
qoşmadır da bu. Vurmaya gələcək. Plus 1. Üstə gəl. Loqaritma 2 əsasından kök altında 6 çıx 2 plus. Bu da loqaritma 2 əsasından kök altında 6 minus 2 idi. Bunlar da buna x demişəm. Bunlar da toplayanda tərəf-tərəfə nə olurdu? X plus b. Ya da b plus x fərqi yox. B plus x. Biz buradan x-i tapacağıq. Çünki bu ifadəni tapırıq. Bu ifadəyə mən x dedimsə, deməli x-i tapmalıyam. Bu düsturdur. Toplamada vurma olurdu. Olurdu loqaritma 2 əsasından kök 5 minus 1 vurulsun kök 5 plus 1. Plus bu da loqaritma, bu da elə vurma düsturudur. 2 əsasından kök altında 6 çıx 2, 2 idi bu. Vurulsun kök altında 6 plus 2. Bərabərdir b plus x. Bu da olur loqaritma 2 əsasından, bu qoşmadır. Kök 5'i kök 5'e vuranda 5, mənfi 1, 5'dən də 1 çıxdım 4. Plus loqaritma 2 əsasından. Kök 6'nı kök 6'ya vuranda 6, bu da 2 idi çıxanda. Mənfi 2'ni də vuranda 2'yə 4 edir. 6'dan 4 çıxdım 2. Bərabərdir b plus x. Loqaritma 2 əsasından 4, 2'dir. 2 əsasından 2 də 1'dir. b plus x. X-də tapanda bu 3 oldu da. Deməli 3'dən çıxmalıyam b-ni. Bizə də bu lazımdır. 3 çıxılsın b. Oldu cavab A bəndi. Kvadratın sahəsi 64'dür. Bu kvadrat müstəvisinə aid olmayan nöqtədən kvadratın tərəflərinə qədər olan məsafələr bərabər olub. Hər birinin uzunluğu 5 cm-dir. Həmin nöqtədən kvadrat müstəvisinə qədər olan məsafəni tap. Bu dördbucaqlı piramid olacaq. Deməli bu oturacaq kvadratdır. Kvadratın sahəsini verir buradan 64. Onda tərəfi neçədir? 8. Kvadrat müstəvisinə aid olmayan nöqtə, tutaq ki, burada bir nöqtə götürürəm. Buradan təpələrini çəkirəm. Bunun əslində tərəflərinə qədər məsafədir. Mən təpələrini çəkib, tərəfləri də çəkəcəm. Onda başa düşərsiniz. Həmin aid olmayan nöqtə buradır. Yəni piramidanın təpəsidir. Dördbucaqlı piramidanın təpəsidir. Onun tərəflərinə qədər məsafələr deyəndə apofem nəzərdə tutulur. Buradan tərəfə qədər məsafə hündürlüyüdür. Bu apofemdir. Onsuz da burada 4 dənə üz var. 4'ünün də apofemi eynidir. Çünki oturacaq kvadratdır. Bu düzgün dördbucaqlı piramidadır. Apofemlər də düzgün dördbucaqlı piramidada olur. Bütün üzləri bərabər olsun. Onların apofemləri də bərabərdir. Bir üzdən çəksən bəsilir. Oturacaqla yan üz arasındakı, bax bura, bucaq. Buna deyirlər apofemlə oturacaq arasındakı bucaq. Bax bura. Bu kvadratın daxilinə çəkimi çevrənin radiusu olurdu. Yəni bura kiçik r olurdu. Buradan da piramidanın hündürlüyünü çəkirəm. Bizdən nə soruşur? Deyir həmin nöqtədən, yəni bu nöqtədən kvadrat müstəvisinə qədər məsafə. Yəni piramidanın hündürlüyünü soruşur. Bura kvadratın daxilinə çəkilmiş çevrə idi. Kvadratdakı tərəfi 8-dirsə, bunun daxilinə çəkilmiş çevrənin radiusu tərəfin yarısı olurdu. Buradan bura radius, mərkəzdə çevrənin mərkəzi. Bura 4 olanda bu da 4. Deməli buradan bura 8-dir. Bunda 8 olduğu üçün bu da 8-dir. Bu da onun yarısı da 4 olacaq. Bu 4-dürsə, bu da hipotenuz da 5-dir. Bunda Pifagor teoreminə görə bu da 3 olacaq. Bu katetdir də 3. Həm də piramidanın hündürlüyüdür. Ona da deyirlər müstəviyə aid olmayan nöqtədən müstəviyə çəkilmiş məsafə. Yəni həmin məsafəni soruşurdu bizdən, cavab oldu B bəndi. Paralel köçürmədə A mənfi 2, 5 nöqtəsi, Y bərabərdir A x çıx 7. Burada da A-nı böyüdür şərtini verib. Düz xətt üzərindəki B nöqtəsinə keçir. Deməli bu x-in qiymətidir, bu da y-in. Gətirib bu xətti funksiyada yerinə yazacağam. Y-in yerinə yazıram 2 bərabərdir. A vurulsun, x-in yerinə də A yazıb. A verib. Çıx 7. A kvadrat çıxılsın 7 bərabərdir 2. A kvadrat bərabərdir 9. A bərabərdir plus minus 3. Burada A böyüdür 0 şərtinə görə elə 3'ü götürürəm. Yəni cavab oldu müsbəti də, yəni 3. A-nı tapdım 3. Baxın bu A 3'dür. Bura 3'dür. Elə həmin A'dır. Bu da 3'dür.
Sonra nə soruşur? Deməli biz buradan məsafəni tapmalıyıq. A nöqtəsi paralel köçürmə zamanı B nöqtəsinə keçib. Görək nə qədər məsafə dəyişib. Düsturumuz belə idi. X üstünə gəlirdi A-nı bərabərdir X dişdirikə, yəni keçdiyi nöqtə X dişdirikdir. Y plus B bərabərdir Y dişdirik. Və bunlar X-in qiymətləridir. Bunlar da keçdiyi nöqtədir. Bura 3 idi. Bu da X dişdirik, Y dişdirikdir. İndi gətirək burada yerinə qoyaq. X-in qiyməti -2-dir. -2 plus A bərabərdir. Keçdiyi nöqtədə 3 idi. Buradan A-nı tapaq. A bərabərdir 5. Burada da Y-in qiyməti 5-dir. Plus B bərabərdir Y dişdirikdə 2-dir. Buradan da B-ni tapaq. -3. A, B tapıldı. Deyir, bu paralel köçürmədə 4A deyəndə A3-dürsə 4-3 nöqtəsi hansı nöqtəyə keçər? Yenə də bu X, Y-dir. Hansı nöqtəyə keçər bilmirəm. Hər hansı bir B, məsəl üçün deyək ki, Y nöqtəsinə keçir. Onun da koordinatları biri X dişdirik, birində Y dişdirik qeyd edirlər. Biz bunları tapacağıq. Yenə həmin düsturdan istifadə edirik. Bax, buradan. Bunu silək. Y plus B bərabərdir Y dişdirik. Buradan A ilə B-ni biz tapmışdıq da. Məsafə olaraq tapmışdıq. Deməli, belə idi də bu. -2 plus A bərabərdir 3 idi. A-nı tapmışdım 5-ə. A 5 idi. O birisi nə idi? 5 plus B idi. O da bərabərdir 2-yə. B-ni də tapmışdım -3. İndi gətirək yerlərinə qoyaq. Yenə bax X. X bax bu nöqtədir. 4 plus A. A-nı tapmışam 5. Bərabərdir X dişdirikə. Onda X dişdirik bərabərdir 9. Birini tapdıq. Y. Y də burada 3-dür. 3 plus B. B də -3-dür. Onsuz da bu tərs edilir elə -3 olur. -3 bərabərdir Y dişdirik. Bu Y dişdirik də tapdım 0. Deməli, neçə oldu bu? 9, 0. Və bu 9 oldu, bu da 0. 9, 0 C bəndi. Diametri 3 olan yarım dairənin öz diametr ətrafında fırlanmasına alınan cismin həcmini tapın. Yarım dairə öz diametr ətrafında fırlananda alınan cisim kürə olurdu. Kürənin həcmini soruşur. Kürənin həcminin üstü V bərabərdir 3/4 pi R kub. Bu yarım dairədir. Bura mərkəzdir, yəni diametrdir bu. Diametr 3-dür, onda onun radiusu 1,5-dir. Elə burada 1,5. Deməli, radius 1,5 oldu. Radiusdur. Burada gətirək qiymətləri qoyaq yerinə, buradan yazaq. 3/4 pi R kub. 1,5-in kubu. Bu 1,5-i yazıram 2/3. 2/3-ün kubu da olur neçə? 8/27. Bu ixtisar getdi 2, bu ixtisar getdi 9. Nə qaldı? 2/9 pi. Bu da edir nə? 4,5 pi. Cavab D bəndi. 35. Bərabəriyən trapesiya veribdir. Bərabəriyən trapesiyada bu oturacağı bir şibcaqlar alfa alfa deyək, bərabərdir. Sonra nə verir buradan? AB CD bərabərdir, yan tərəflər bərabərdir. BY YF bərabərdir. BY bir H qoyuram, YF də elə H qoyuram, çünki bərabər verib. Sonra nə verib? AY 8-dir, burası 8-dir. 7 də 17-dir, bura 17-dir. CF soruşur bizdən. CF. Bura bir X qoyaq, bunu tapacaq, yəni X-i. Burada 2 dənə oxşar üçbucaq yaranır. Baxın, A, B, Y. Oxşardır Y, F deyə. Nəyə görə? Bax, bunun bir bucağı 90, bunun da bir bucağı 90. Bunun bir bucağı alfa, bu alfa. Buna bir beta desəm, onda burada betadır. Oxşarlıqdan istifadə edəcək. Burada alfanın qabağı H-dır. Burada da alfanın qabağı H-dır. Bərabərdir. Burada betanın qabağı 8-dir. Burada da betanın qabağı. Burada bir A qoyaq. Betanın qabağı A-dır. Bərabərdir. Burada 90-ın qabağı. Deməli, bu bərabəryanlı trapesiyadır. C-dən D-yə oldu X plus A. Onda bu BA, CD-yə bərabər olsun. Burada olacaq X plus A.
Bunda 90'ın qabağı x plus a-dır. Burada da 90'ın qabağı 17'dir. Bu haşa böləndə 1 eləmir. Deməli bu 1-dirsə bu da 1 olmalıdır, bu da 1. Bunda a çarpaz vurmağa dəyməz, elə burada qiymətini qoyuram yerinə. A 8 tapıldı. A-nı buradan silirəm. 8 yazıram. A 8. Biz x-i tapmalıyıq. Deməli bu 1-dir, bu da 1 olmalıdır. Bunda x plus a 17'ye bərabər olmalıdır. X-i tapdım buradan. Ya a-nı tapdım 8. X neçə olmalı? 9. Çünki böləndə bu da 1 olsun, bu da 1 olsun, bu da 1 olsun. Deməli x-i tapdım 9. Elə bizdən də bunu soruşurdu bu x-i. Trapesiyanın yan tərəfi oldu 17, elə burada 17'dir. Deməli CF-i soruşurdu, cavab oldu 9. Bu şəklin üzərində izah edəcəm. Deməli silindrin üstünə oturacağım mərkəzi bura. Bu A, O, B. Bunu da buradan çəksəm, bu olur konus. Bu həm konusun hündürlüyüdür, həm də silindrin hündürlüyüdür. Deməli A, O, B verib 120. Bu konusdur. A, O, B konusun ox kəsiydi. Bu bərabər yanlı üçbucaq idi. Onda təpə bucağı 120 isə bu bərabər yanlı üçbucaqda həm də hündürlükdən əlavə tənbölən idi. Həm də median. Tənbölən olduğu üçün ayırır buranı 60 dərəcə, bu da 60 dərəcə. Bunu biraz böyüdək. 60 dərəcə. Silindrin doğranı 6 cm-dir. Silindrin doğranı buradan buradır, 6'dır. Bura 6'dırsa elə hündürlüyü də 6'dır. Onsuz da burada 6'dır. Çünki hündürlük doğrana bərabərdir. Deməli silindrin hündürlüyünü tapdım 6. Bura 6'dır. Bax bura. Bura bir O qoysam, yox bura O qoyubsa burada O1 qoyaq. Deməli bax bu O'dan O1'ə hündürlüyüdür. Konusun, silindrin hündürlüyüdür. Həm də konusun hündürlüyü. Bizə burada silindir lazımdır. Deməli bu 60 dərəcədirsə, onda burada 30 dərəcədir. 30 dərəcəli bucaq qarşıdakı katet 6'dırsa, onda bu 12 olacaq. Buradan da 60'ın qarşısı da olacaq 6 kök 3. Bizə də bu 6 kök 3 lazım idi. Elə burada 6 kök 3'dür. Çünki elə bu 30'sa bu da 30'dur. Deməli silindrin radiusunu tapdım. R bərabərdir 6 kök 3. Hündürlüyü də 6'dır. Silindrin həcmini soruşur. Həcmin üstünə V bərabərdir. S oturacaq vur H oturacaqdır. S oturacaq dairədir. Baxın bu dairədir. Dairənin radiusu da 6 kök 3'dür. Düsturda S bərabərdir pi r kvadrat olur da. Onda pi r kvadrat vur H. O da bərabərdir pi r. R 6 kök 3'dür, kvadratı neçə eləyir? 108 vur. H da 6'dır. Bu pini arxaya yazacağam. 108'də 6'ya vuranda neçə eləyir? 648. Deməli cavab oldu 648 pi. Santimetrin kubu həcm vaididir. C bəndi. Burada şərt verilməyib, şərti özümüz araşdıracaq. Baxın, cüt dərəcəli kök altı ifadə həmişə müsbətlərdə təyin olunub. Onda A minus B böyüdür 0, A buradan böyüdür B-dən. Bu da həmin şeydir də, cüt dərəcəlidir. Yəni 2-dir bunun dərəcəsi. Bu da kök altı ifadə böyüdür 0 olmalıdır mənası olması üçün. C çıxı A-da böyüdür 0. Buradan da C böyüdür A-dan. Onda A B-dən böyüdürsə, C də A-dan böyüdürsə, onda bir dəfəlik yazaq da C böyüdür A-dan, o da böyüdür B-dən. Məsələn. Onsuz bu kök altı ifadə müsbətdir. Bu özü çıxır. A çıx B minus. Burada modulun için araşdıraq. B çıx C. Baxın B C-dən kiçikdir. Bunda kiçikdən böyük çıxanda modul için mənfi verir. Biz bunu dəyişəndə, modul atanda dəyişirdi yerlərin. Olurdu çıxılsın C çıxılsın B. Qarşıda mənfi olduğu üçün bunu mörtəzə qoydum. Çıxılsın. Buradan da elə özü çıxırdı. Qarşıda mənfidir. C çıxılsın A. Plus. A C-dən. Baba burada A C-dən kiçikdir. Kiçikdən böyük çıxanda modul için mənfidir. Bunu da yerini dəyişəcək. Bunun qarşısı müsbətdir. Promoy yazıram. C çıxılsın A. Buradan A çıx B minus mənfi təsir edir çıx B plus B. Bu da bərabərdir də. Bu da bərabər olsun. Çıx C plus A üstə gəl C çıx A. İslah edək. Mənfi A. Bunlar getdi. Aynən mənfi A. C'lər də getdi. B'lər də getdi. Nə qaldı? A çıx C. Bundan bu qaldı da. A çıx C. A bəndi. 38. Təyin oblastını soruşur. Kökün dərəcəsi 3'dür. Tək dərəcələrdə təyin oblastı x-in istənilən qiymətində təyin olunurdu. Yəni mənfi müsbət sonsuzdur. Bunu anlatmaq üçün verib. Amma burada loqaritma var. Biz demişdik ki, loqaritma A əsasından x.
Məsələn, funksiya kimi buna baxsam, y bərabər. Bunun təyin oblastı x böyüdü 0, yəni müsbətlərdə təyin olunmalı idi. Həmin o loqaritmi 6 ifadə burada x-dir. Burada da 2x minus x kvadratdır. Deməli, bu 2x minus x kvadratı böyüdü 0 eləməliyik. Əssalam. Buradan da bunun yerini dəyişəndə x kvadrat çıxılsın. 2x mənfiyə vurdum, getdi. Yəni, çıxartdım mənfiyə, promo yazdım da. Buradan da x çıxılsın, x 2, kiçikdir, bu 2-dir. 0. Bu 0, bu da 2, növbələşmədə belə idi. Plus, minus, plus. Kiçikdir 0 olanda bu hissə götürülürdü. Deməli, cavab oldu 0-la 2. C bəndi. 38-də. 39. ABC-də bərabər tərəfli üçbucağın daxilinə çevrə çəkilmişdir. AB 6-dır. Deməli, bərabər tərəfli üçbucağın tərəfi 6-dır da. Pini də verib, ştriklənmiş hissənin sahəsini tapın. Buranı soruşur bizdən. Onsuz da bu hissələr 3-ü də bərabərdir. Çünki niyə? Məsələn, bura 3-dür, bura da 3-dür. Bu toxunanlar dedikdə çevrənin xaricdəki nöqtədən çəkilən toxunanlar bərabərdir. Onda bura əmin şeydir, 3, 3. Elə burada məsəl üçün göstərişlə yazıram, bu da 3, 3. Onda bu hissə bərabərdir. Deməli, biz nə etməliyik? Bərabər tərəfli üçbucağın sahəsindən çıxmalıyıq dairənin sahəsini. Yerdə qalanda bölməli 3-ə. Çünki buranı tapıram. Birinci bərabər tərəfli üçbucağın sahəsini tapaq. Bərabər tərəfli üçbucağın sahə düsturu belə idi. A kvadrat kök 3 böl 4 kök 3. Yəni üçbucağın tərəfi A olanda düstur bu idi. İndi S bərabərdir. Tərəfi neçə verib? 6 verib. 6-nın kvadratı 36 kök 3 böl 4. İxtisar getdi 9. Bu oldu 9 kök 3. Deməli, üçbucağın sahəsi 9 kök 3-dür. İndi biz dairənin də sahəsini tapmalıyıq. Üçbucağın, bərabər tərəfli üçbucağın daxilinə çevrə çəkiləndə çevrənin düsturu belə idi, kiçiyir. Daxilə çəkiləndə kiçiyir. Tərəf bölünsün, yəni A bölünsün, qayda olaraq göstərirəm. Bax, belə idi. Bu da radius olsun da, mərkəz, bu da R-dir. Düsturu bilmək lazımdır. Düstur belə idi, 2 tangens 180 dərəcə böl n. N də üçbucaq olduqca, bu düzgün çoxbucaqlılarda istifadə olunur. İstər kvadrat olsun, istər bərabər tərəfli üçbucaq olsun. Bərabər tərəfli üçbucaq düzgün üçbucaqdır. İstər düzgün altıbucaqlı olsun. Kvadrat olanda 4-ə bölürsən, n-in yerinə 4. Altıbucaq olanda 6 yazsan, üçbucaqdır, 3 yazacam. Yəni bu n-i silirəm, 3 yazıram. 3. Bu da bərabərdir. Tərəfi verib 6. Yəni bərabər tərəfli üçbucağın tərəfini verib 6. Burada göstərdim, A tərəfdir. 2 tangens 183-ə böləndə 60 dərəcə. Bu da bərabərdir 6, 2. Tangens 60-ın qiyməti kök 3-dür. 6-nı da 2-yə böldüm. Nə qaldı? 3. 3-ü də yazıram. Kök 3 vur kök 3. Bu da kök 3. İxtisar getdi, qaldı kök 3. Deməli, eri tapdım kök 3. Bu radiusdur da. Fərqi nədir? Buradan çəkildi, buradan çəkildi, buradan çəkildi. Fərqi yoxdur. Bunlar hamısı radiusdur. Mərkəzdir də bu. İndi biz sahəni tapa bilərik. Yəni, bu dairənin sahəsini tapa bilərik. Düsturda S bərabərdir pi R kvadrat idi. Dairənin sahə düsturu. S bərabərdir pi. Pi-ni arxa yazdım. Kök 3-ün kvadratı elə 3 olur. Radiusu 3 tapdıq da. 3 pi. Deməli, bax, bu dairənin sahəsini 3 tapdıq. Deməli, bərabər tərəfli üçbucağın sahəsindən, bərabər tərəfli üçbucağın sahəsi neçə? 9 kök 3. 9 kök 3-dən çıxıram dairənin sahəsini. Yəni 3 pi. Pi-ni də 3 verir burada. Burada qiymətini qoyaq yerinə. 3 vurulsun 3. Bu da 9. Dairənin sahəsi 9-dur. Deməli, üçbucağın sahəsindən çıxırıq dairənin sahəsini və bölürük 3-ə. Çünki niyə? Bax, bu 3 hissədir də. 3-ə bölməliyim ki, bunun bir hissəsini tapam. Böldüm 3-ə. Buradan sürətdən 9-u çıxartdım. Qaldı kök 3 çıx 1. Bu da 3. Bu da bundan ixtisar getdi 3. 3-ü də buna vuranda nə olur? 3 kök 3 çıxılsın 1. 3 vur. Kök 3 çıxılsın 1. A bəndi. Deməli, burada M-in hansı qiymətlərində bərabərsə eyni güclüdür. Deməli, bu bərabərlik bundan eyni güclü olmalıdır. Bunu əvvəlcə əkobuna vuraq. Yəni, 2, 3, 6-nın əkobu neçədir? 6. Bunu da 6-ya vururam. Buranı da 6-ya vururam. Buranı da 6-ya. Bu 6-ya vuranda ixtisar gedir 3 olur. Bunu vuraq sürətə. 3m kvadrat x plus 3 çıxılsın.
Bu 6 ixtisar gedəndə 2 olur. Qarşıda mənfi var. Mənfi diqqətli olun mənfidə. Mənfi təsir edəcək buna. Mənfi 2 m kvadratı x plus, bu mənfidir. Bu minus olacaq bu. Təsir edir mənfi müsbətə, olur mənfi 3 kiçikdir. Bu 6'lar da buradan ixtisar getdi, elə m plus 9 qalır. Bu 3m kvadrat x-dən çıxıram, 2m kvadrat x qalır m kvadrat x. Bunlar da hesablayanda neçə edir? 3 idi də bu. 3, bu da 3. Bunlar getdi. Düz vurmadım deyəsə bunu. 6, 2 getdi 3 dəfə. 3 m kvadrat x plus 3 çıxılsın. 2m kvadrat. Bu 6'dır. Çıx 6'dır. Kiçikdir. Onda bu 3'dən çıxanda 6'nı mənfi 3 qalır. Kiçikdir m plus 9. Burada m plus 9 x idi. Bu da x. Bu keçəcək bu tərəfə m kvadrat x. Biz x'i tapmalıyıq. M kvadrat x çıx 9x m qaldığında bunu attım oldu 3. Buradan da m kvadrat çıx 9 x'i böltəcək xaricinə çıxartdım m plus 3. Deməli baxın bu bərabərsizlik bundan eyni güclüdürsə, bunun işarəsində baxın böyüdür 0, amma bunun işarəsi kiçikdir 0. Deməli bu m kvadrat çıx 9 mənfi ədəd olub ki, mənfi ədədə böləndə bu işarə dəyişib olub böyüdür. M plus 3'ü də bu ifadəyə böləndə m kvadrat çıx 9'a, bu da m minus 3. Müxtəsər tətbiq edək, qoşmadır da. M plus 3. Burada da bunlar ixtisar gedib qalıb böyüdür 1 böl m minus 3 olub eyni güclü. Deməli bizə də bu m lazımdır. Deməli m'i araşdırdıq, necə ədəddir? M mənfi ədəddir. Bunda m kvadrat çıx 9 kiçikdir 0. M minus 3, m plus 3 kiçikdir 0. İntervallar usulu mənfi 3, 3. Bu şəkildə müsbət, mənfi, müsbət kiçikdir olduğu üçün bu hissə götürülür. Deməli cavab mənfi 3'dən 3 oldu D bəndi. Buraya qədər sağ olun.